Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi mərhələli şəkildə davam edir. Elm və Təhsil Nazirliyinin məlumatına əsasən 2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya və informatika fənn müəllimləri, 2026-cı ildə isə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimləri sertifikatlaşdırma prosesinə cəlb olunacaq. Sertifikatlaşdırma imtahanlarında iştirak edən müəllimlərin nəticələrinə əsasən əmək haqqı artımları tətbiq edilir. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi News 24 aza bildirib ki, 2025-ci ildə Azərbaycanda müəllimlərin əmək haqqlarının artırılması gözlənilir. Müəllimlərin əmək haqqlarının artırılması təhsil sahəsinin inkişafına yönəlmiş dövlət strategiyasının əsas prioritetlərindən biridir. Artımın dəqiq məbləği açıqlanmasa da, əvvəlki illərin təcrübəsinə əsaslanaraq bunun kifayət qədər nəzərə çarpacaq olacağı ehtimal edilir. Son illərdə əmək haqqı artımları əsasən diaqnostik qiymətləndirmədən keçən və sertifikasiyada yüksək nəticə əldə edən müəllimlərə tətbiq edilib. Ekspert qeyd edib ki, 30-50 bal toplayan müəllimlərin vəzifə maaşına 10%, 51-60 bal toplayan müəllimlərin vəzifə maaşına isə 35% əlavə olunur.